Bugünkü xütbəmizdə Allahın əmanəti olan, eyni zamanda ictimai əmanət sayılan, sağlamlıq imkanları məhdud olan şəxslər barəsində danışacağıq. Bilirsiniz, beynəlxalq əlillər günü deyə bir gün vardır. Lakin biz müsəlmanlar olaraq sağlamlıq imkanları məhdud olan şəxslərə qarşı münasibətlərimizi sadəcə bir günə, bir gecəyə həsr edə bilmərik. Çünki bu bizim həm inancımıza, həm əqidəmizə uyğun olmayan bir yanaşmadır. Bugün bəzi ailələr doğulacaq uşaqlarını qüsurlu olacağını bildikləri üçün onların həyatlarını sonlandırmağa çalışırlar. Eyni ilə cahiliyyə dövründə olduğu kimi. 1400 il bundan öncə cahiliyyə dövründə doğulan qız uşaqlarını diri-diri bastırırlarsa, bugünkü həmin zehniyyət bugün də davam edir və bəzi ailələr doğulacaq uşaqlarının yoxlama nəticəsində qüsurlu olduğunu bildiyi üçün onların həyatlarını sonlandırmağa çalışırlar. Lakin bu testlər hər zaman doğru olmur. Bu testlərin nəticəsinin yanlış olduğuna dəfələrlə şahid olub. Odur ki, valideynlər bu cür addımları atarkən nə qədər böyük bir vəbalın içərisində girdiklərini yaxşı bilməlidirlər. Doğulacaq uşağın qüsurlu olması belə heç bir şeyi dəyişmir. Çünki əgər Allah bir varlığa ol demişdirsə, kimin həddi nədir bunun qarşısında ona olma desin. Çünki cəmiyyət içərisində dəfələrlə görmüşük elə qüsurlu insanlar vardır ki, sağlamlıq imkanları məhdud olan insanlar, əli ayağı düz olan insanlardan cəmiyyətdə daha faydalı olurlar. Əli ayağı düz olan insanlar digərlərlə müqayisədə bəzən cəmiyyətə daha zərbələr vururlar, ziyanları toxunur. Cəmiyyətə heç bir xeyri dəyməsə belə, ilahi hikmətin nədən ibarət olduğunu bilmədiyimiz üçün əsla bizim o insana olma deməyimiz, onların həyatını sonlandırmağımız doğru bir iş deyildir, dəyərli qardaşlar. Bəlkə də Allah Teala onların sayəsində bizim ahirətimizi qazandıracaq. Ətrafımızda sağlamlıq imkanları məhdud olan insanların olması bizim ahirətimizin qazanmağımıza bir vəsilə olmalıdır. Və biz onları həyatın bir kənarında qoyub, onların özlərini tək hiss etmələrinə imkan verməməliyik. Daim onların yanında onlara dəstək olmağa çalışmalıyıq. Çünki 5 dəqiqə sonra bizim başımıza nələr gələcək bilmirik. Dəyərli qardaşlar, məşhur bir film var. Cənnətin Rəngi filmi. Dünyaca məşhur bir filmdir. Film olmasına baxmayaraq, olduqca önəmli mesajlar verdiyi üçün insan bu filmə baxdığı zaman gözləri də olmaya bilmir. Gözləri görməyən bir uşaq deyir ki, mənim gözlərim kordur və heç kim mənimlə oynamır. Uşaqlar da mənimlə oynamır. Hər kəs məndən üz döndərməyə çalışır. Onu körlər məktəbinə qoyurlar. Müəllimi ona deyir ki, sən kör olsan da Allah gözü görməyən insanları digər insanlardan daha çox sevir. Uşaq isə, əgər Allah məni sevirsə, nə üçün məni kör olaraq yaratdı? Müəllimi biraz susur və sonra ona belə deyir. Allah qullarını sevir, amma bəzən onları sınağa çəkir. Uşaq bir anlıq biraz qəlbinə ümid gəlir, lakin o şübhələr yenə də ona qalib gəldiyi üçün, əgər Allah məni sevirdirsə, nə üçün mənə görməyən gözlər veribdir? Deyir. Bəzən bizlər də, dəyərli qardaşlar, müxtəlif imtihanlarla sınanırıq dünyada və bu imtihanları özümüzə böyük bir əziyyət olaraq görürük. Allah bizləri imtihan edir, biz bunu özümüzə böyük bir zülm olaraq görürük. Hansı ki, bu imtihanlar bəlkə də bizim üçün böyük bir hədiyyədir. Bəli, böyük bir hədiyyədir. Çünki qarşıda bizi əbədi bir həyat gözləyir. Və imtihanlarla dolu bir həyatın içərisindəyik biz. Əbədi bir həyatın içərisində deyilik. Bəzən bizlər də özümüzə suallar veririk. Nə üçün Allah Teala bizi əgər sevirsə, bu çətinliklərin, bu məşəqqətin içərisində yaratdı? Amma elə şeylər var ki, dəyərli qardaşlar, biz onu bilmirik. Şər görünmədiyimiz şeylərin arxasında əslində xeyir vardır. Necə ki, Rəbbimiz ayədə buyurur,
sizin üçün xeyir gördüyünüz şeylərdə şər vardır. Şər bildiyiniz şeylərdə xeyir vardır. Allah bilir, siz isə bilmirsiniz. Bəlkə də uşağın o gözlərinin görməməsi bizdən daha yaxşıdır. Çünki bizim gözlərimiz görür, amma biz çox şeyləri dərk edə bilmirik. Allah bizə o qədər neymətlər bəxş edibdir. Biz onları görərək həqiqi mənada dərk edə bilirikmi? Bəlkə də o uşaq bizdən daha yaxşı görür. Bəlkə də insanın gözlərinin görməyindənsə qəlbinin görməyi daha yaxşıdır. Çünki Rəbbimiz ayədə buyurur ki, onların qəlbləri var, amma anlamırlar. Gözləri var, görmürlər. Qulaqları var, eşitmirlər. Müəllim o uşağın əlini ovcunun içine alır və deyir ki, sənin gözlərin görmür, amma Allahı barmaq uclarıyla görə bilərsən. Uşaq bir anlıq çaşır, müəllim nə demək istədiyini bilmir və müəllim sözünə davam edərək deyir ki, sənin gözlərin görmür, amma sən hiss edirsən, sən toxunursan və sən dünyanı barmaq uclarıyla görürsən. Sən düzdür, gülü, çiçəyi, ayı, günəşi, insanları görə bilmirsən, amma bütün bunları ruhunla anlayırsan. Uşaq ilk dəfə idi ki, belə bir sözləri eşidirdi və ilk dəfə idi ki, onun üçün kör olmağı bir yük olmamaya başlamışdı. İlk dəfə idi ki, bütün bunların ilahi bir imtihan olduğunu artıq dərk etməyə başlamışdır. Bəli, dəyərli qardaşlar, o uşağın gözləri görmür, amma o artıq ruhu ilə hər şeyi dərk edirdi. Amma bizim bəzən gözlərimiz görür, amma ruhumuz kördür. Gözlərimizlə baxırıq, amma onu dərk edə bilmirik. Qulağımızla eşidirik, bir çox həqiqətləri dərk edə bilmirik. Odur ki, Allah Teala bizlərə bu gözümüzün görməyi ilə yanaşı qəlb gözlərimizi də açsın. Bəlkə də bunun sayəsində sağlamlıq imkanları məhdud olan insanların halını anlaya bilək və onlara dəstək ola bilək. Onları həyatın bir kənarında itmiş kimi özlərini hiss etməyinə imkan verməyək. Ətrafımızdakı bu cür insanların varlığı bəlkə də bizim ahirətimiz üçün böyük bir sərmayədir. Bəlkə də Allah Teala bizə görən gözlər, eşidən qulaqlar, danışan dil ona görə vermişdir ki, onların halını bilək və onlara dəstək olaq. Bəlkə də onların yolunu açmaq, onların əlindən tutmaq, onların qaranlıqlarına nur saçmaq bizim ahirətimizin xilasına səbəb ola bilər. Unutmayaq ki, həyatda bu cür insanlara əl tutacağımız zaman ahirətdə də onlar bizim əlimizdən tutacaqlar. Allah Teala ayədə buyurur ki, biz sizi biraz aclıq, biraz məhsul qıtlığı, kədər, yaxınlarınızın canını almaqla imtihan edirik. Bütün bunlara səbr edənləri müjdələ. Demək, ayədə Allah Teala bizə açıq aydın bildirir ki, biz sizi müxtəlif məşəqqətlərlə, çətinliklərlə imtihan edirik. Amma biz bütün bu imtihanların qarşısında şikayət edirik, yoxsa təvəkkül edirik Allah'a. Allah bütün qullarını imtihan edir və ən çox bəndələrini isə daha çox imtihanlara, sınağa məruz qoyur. Məsələn, Allah Teala bəzən insanın övladını əlindən alır, amma necə ki, Yaqub əleyhissalamdan aldığı kimi ən çox sevdiyi Peyğəmbər, bəzən Allah Teala qulunu imtihan edir, sağlamlığını onun əlindən alır, Əyyub əleyhissalamda olduğu kimi. Bəzən Allah Teala qulunu yoxsulluqla imtihan edir, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin etdiyi kimi. Amma bütün biz bunları oxuyaraq, bilərək Allaha şikayət edirik, yoxsa təvəkkül edirik. Bir ata bir qəza nəticəsində 3 övladını və həyat yoldaşını itirir. Artıq həyat onun üçün qaralır. Bundan sonra səhər oyanarkən uşaqlarının səsini eşitmir, həyat yoldaşının nəvazişini artıq görmür. Necə ki, ayədə bayaq buyurduğumuz kimi, Rəbbimiz nə buyurur? Biz onların yaxınlarını canını almaqla imtihan edəcəyik. Belə bir ata imtihanı necə olacaq? Necə hərəkət eləməlidir? O, ya tamamilə Allahdan uzaqlaşmalıdır və həyatını qaranlıqlar içərisində keçirməlidir, ya da bu həyatın bir imtihan və sınaq olduğunu bilərək həyatını buna görə yaşamalıdır.
Rəbbim insanları müxtəlif şəkillərdə imtihan edir. Bəzisinin sağlamlığını əlindən alır, bəzisinin əzizlərini yanından alır, yaxından alır. Amma biz bunları dərk edərək, qarşıda əbədi olan bir cənnət bizi gözləyir. Odur ki, fani bir həyatın çətinlikləri bizdə şeytanın vəsvəsəsi ilə bu həqiqətləri unutdurmamalıdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün Məkkənin nüfuzlu şəxslərinə İslamı anladırdı və bu əsnada gözləri görməyən Abdullah ibn Ummu Məktum radiyallahu anh gəlir. O da Peyğəmbərimizə İslam'a aid bəzi suallar vermək istəyir, amma Peyğəmbərimiz üzünü çevirir və həmin o nüfuzlu şəxslərə İslamı anlatmağa davam edir. Allah bu hərəkəti səbəbilə Quranda ayə nazil olur, Əbəsə surəsi. Peyğəmbər üzünü çevirdi deyə bir ayə nazil olur. Əslində, insan həqiqətən də düşünürsən ki, belə bir situasiyada mən də eyni hərəkət edərdim. Çünki qarşıda nüfuzlu insanlar vardır, onları İslam'a qazandırmaq və bununla da İslamı genişləndirmək daha məntiqli addımdır. Nəinki gözü görməyən bir insan, sağlamlıq cəhətdən məhdud olan bir insan, bunun İslam'a nə qədər faydası ola bilər? Amma Rəbbimiz təhdid ayəti gətirir, xəbərdarlıq edir Peyğəmbərimizə. Və odur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hər Abdullah ibn Ummu Məktumu görərkən deyir ki, onun səbəbi ilə mənə ayə nazil oldu. Və Peyğəmbərimiz hər zaman ona yaxşılıq etməyə çalışır. Məkkəni 3 dəfə tərk etdiyində öz yerinə onu təyin edir. Dəyərli qardaşlar, görün bizim düşündüyümüz nədir, amma İslam bizə nəyi öyrədir? Demək ki, biz bəzən sağlamlıq imkanları məhdud olan insanları, başda özümə söyləyirəm dəyərli qardaşlar, ikinci dərəcədə görürük, həyatın bir kənarında onları tərk etməyə çalışırıq. Amma Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nazil olan bu ayə bizə nəyi göstərir? Demək ki, biz insanların nüfuzuna görə baxmamalıyıq. İnsanların həyat şəraitinə, var-dövlətinə, imkanına görə deyil. Çünki cəmiyyətdə elə sağlamlıq imkanları məhdud olan insanlar vardır ki, onlar daha faydalı olurlar digər insanlardan. Bilək ki, Allahın bizə verdiyi bu sağlam həyat bizim üçün bir imtihandır. Əgər biz bu sağlamlığımızı bu cür insanlara qarşı mərhəmətlə yanaşıb onlara dəstək olmayacaqsa, bir gün Allah Taala'nın qarşısında buna görə hesab verəcəyik. Rəbbimiz bir ayədə buyurur ki, biz sizi bir-birinizlə imtihan edirik. Görək, siz bunlara səbr edəcəksinizmi? Elə insanlar var ki, gözləri ilə baxır, amma görmürlər. Elə insanlar var ki, kördürlər, amma bizim gözümüz görür, gördüyümüz halda dərk edə bilmirik. Ayaqları yoxdur bəzi insanların, amma onlar bəzən bizdən daha doğru yolda olurlar. Odur ki, Rəbbim bizlərə sadəcə o baş gözümüzə yox, eyni zamanda qəlb gözümüzlə də baxa bilməyi nəsib etsin. Rəbbim bu cür insanları ətrafımızda bizim üçün bəlkə də bir fürsət edib axirəti qazanmaq üçün bunu dərk edərək bir həyat yaşaya bilməyi, onlara dəstək ola bilməyi Rəbbim nəsib etsin. Amin.